Dostlar, hər vaxtınız xeyir olsun. Belə bir şeir yazmışam bugün səhər istəyirəm onu sizə bu oruçluğun məhsuludur, oruçluğun. Yatıb qalmışdım oruçluqda bugün, imsaka dura bilmədim. Onda bir şey yazdım ki, düşünmə, sonra orucumuzu pozmadıq, elə dözdük, vaxt çatır inşallah, biraz vaxtımızı sizlə keçirək. Deyir, düşünmə, yuxuya yatıb qalmısan, səni o yuxuya daldıran kəs var. İstəsə yatırar, Üzeyir peyğəmbər kimi yatırdırdı, 300 ildən sonra oyatdı. İstəsə yatırdılar Üzeyir kimi, istəsə Yusuf tək qaldıran kəs var. Yusuf yuxuda qaldı, yuxuyu gördü, Yusuf durdu, həbsdən çıxdı da. Birisi də uzun hekayədir. İstəsə yatırar, deyir ki, düşünmə, yuxuya yatıb qalmısan, səni o yuxuya daldıran kəs var. İstəsə yatırar, Üzeyir kimi, istəsə Yusuf tək qaldıran kəs var. İbrətdir bizlərə Quran kitabı, orada da hər işin haqqı, hesabı. Sənin əllərinlə edən savabı, səni günahlara saldıran kəs var. Odur cövlad edən ruhda, bədəndə, odur bizi bədbəxt, xoşbəxt edəndən, qəm etmə dövlətin varın gedəndə, onu əllərindən aldıran kəs var. Ay Loğman, əməlin olsa sözündə, yəni sözdən əməli düz olsan, ay Loğman, əməlin olsa sözündə, qətiyyət taparsan qətiyyət, inam özündən. Qiyamətin günü, məhşər günündə israfın sunu çaldıran kəs var. Allah o kəs ki, bu işlərin hamısını o edir. İndi bir hissəsini dedim, şeir çox uzundur. Hamımızın oruç namazını qəbul etsin dostlar. Allah ibadətlərimizi qəbul eləsin. Allah bizim yaxşı işlər görənlərdən qərar versin inşallah. Allah xalqıma, dövlətimə, millətimə, xalqımıza, cavanlarımıza, elə hər kəsə sağlıq ömür versin, bərəkətli ömür versin. Dünyanın bu, necə deyərlər, çətin günündə Türk dünyasının böyük oğlu Erdoğan'a, onun qardaşı, bizim hamımızın rəhbərimiz, qardaşımız, dostumuz İlham Əliyev cənablarına Allah can sağlığı versin. Sizə bir şey də danışacağım. Rəhmətli Alqait müəllimi deyəcəm, burada onun haqqında danışacağım. Cənab Erdoğan'ın çıxışını dinlədim ki, bəs gözümüzün önündə bu qədir illərdir. Bu Müslüman dünyasına qarşı bu qədər təcavüz, bu Müslüman dünyası bir araya niyə gəlmir, niyə birləşmir? Bax bu, yadıma rəhmətli Alqait Xəllovun bir şeirini saldın. Alqait Türk dünyasının azman şairlərindən də Alqait ikinci Şəhriyar idi, bunu biləsiniz. Düzdür, dövlət adı almadı, fəxr adı almadı, ancaq Alqaitin şeirləri olduqca böyük şeirlərdir və bütün zamanlara səsləşən şeirdir. Alqaitlə çox yoldaşlığımız, dostluğumuz olub. Mənim oğlumun sünnət toyunda Alqait aparmışdı o vaxtı. Oğlumun toyunda da gələcəkdi. Kimsə onu vurdular, neynədilər bilmirəm, gəlmədi. Nəysə, Allah rəhmət eləsin Alqaitə. Deyir ki, zarıncıyam, qibləgahım, dərdə dərman hardadır? Gəşt elədim kainatı, göstər fərman hardadır? Şəfqətindən xəstə könlüm, istəyinə yetişən, belə təbib, belə cərrah, belə Loğman hardadır? Mənim qanun kitabımdır, Məhəmmədin Qur'anım. Onsuz yoxdur ürəyimin döyüntüsü bir anın, dinsizlərə din gətirən Cənab Əmir bəs hanın, o əzəlki qayda qanun, ilqar iman hardadır? Haqsız işdən ürəyimə dəyən yara sağalmaz. Var əndamım didik parça para sağalmaz. Həqiqətin göyərçini düşsə tora sağalmaz. Nuh səndədir, Nuh peyğəmbər, Nuh səndədir, ağrı dağın, bəs Süleyman hardadır? Demirəm ki, hədə qorxu, ya şikayət əsridir. Bircə düymə basırarsa, min fəlakət əsridir. Alqaidam atom nüvə, bomba, raket əsridir. Belə dərdə nicat verən bir müsəlman hardadır? Belə dərdə nicat verən müsəlman zaman geçişdirdi. Deyərdim elə Mehdi sahib Əlzaman ilə Erdoğan özüdür. Elə gözlədiyimiz imam odur, o kişidir. Onun sözləri, o çıxışları bütün dünya arenasından
Hristiyan dünyasına meydan okuyan, sözün deyən, ölümün gözlerine diş baxan qardaşımız, ağsaqqalımız, rəhbərimiz, böyüyümüz, Türk dünyasının böyük lideri Erdoğan'a can sağlığı arzu edirəm. Mən bilirəm Erdoğan iman əhlidir, oruç tuturu, namaz qılan adamdır, çox təqvalı bir kəsdir. Cənab Erdoğan, imanın Allah kamil eləsin, orucun, namazın qəbul olsun, əziz qardaş, əziz rəhbərimiz, əziz xalqımızın, millətimizin, Türk dünyasının böyük oğlu. Allah sənə də, Cənab İlham Əliyevə də, Türk dünyasının qeyrətli olanlarını, qeyrətli kişilərini də hamısına can sağlığı versin, dözüm versin, təfər versin. Oruç tutub namaz qılan dövlət rəhbərlərinin hamısının orucunu təbrik edirəm. Allah qəbul eləsin. Sadə cəmaət onsuz da biz tuturuq, söz yox onda. Allah bu oruçluğa xatir müsəlman dünyasını birləşdirə bilsin Cənab Erdoğan. Bax, onu demək istəyirdim. Sizin sözünüzü, sizin başçılığınız altında, sizin rəhbərliyiniz altında hamımızın köməkçisi, arxasız, dayağısız Allah sizə bollu ömür versin, 100 illərin ömür versin ki, bu işləri sona çatdıra biləsiniz. Öpürəm əziz xalqım sizi, əziz qardaşlar sizi. Var olun, can sağlığı arzu edirəm. Hər şeyimiz yaxşı olacaq inşallah. Allah oruç namazımızı qəbul eləsin.